Bir neçə ay bundan əvvəl Gürcüstanda yol qəzasında ağır xəsarətlər almış azərbaycanlı gənc vəfat edib. Qafqaz İnfo xəbər verir ki, Marneoli bələdiyyəsinin Əzizkənd kənd sakini 23 yaşlı Nicat Culfayev Türkiyədə dünyasını dəyişib. Belə ki, müalicə üçün qonşu ölkəyə aparılan Nicatın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ağır qəza ötən ilin sentyabrında baş vermişdi. Allah rəhmət eləsin. Ötən gün Cəlilabadda ağır yol nəqliyyat hadisəsi baş verib. Cəlilabad rayon mərkəzi xəstəxanasının məlumatına görə yanvarın 13-cü saat 19 radələrində yol nəqliyyat hadisəsi səbəbilə xəsarət almış 1979-cu il təvəllüdlü kişi xəstəxananın təcili tibbi yardım şöbəsinə gətirilib. Ona başın təpə nahiyəsinin çoxsaylı sıyrılmış yaraları, sol tərəfli boyun və sağ tərəfli çanağın küt travması diaqnozu təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabildir. APA'nın xəbərinə görə avtomobillə qəza törədərək piyada Xuda Abdullaoğlu Əliyev vuran Ziyatay Urufoğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur. Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən binaların həyətində çökmə hadisəsi baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə nəticəsində Nissan Sani markalı avtomobil çuxura düşüb. Batan avtomobili çuxurdan çıxarmaq üçün kömək çağırılıb, əlavə məlumatlar veriləcək.